Salam dəyərli izləyicilər. Bugündən etibarən Adalya Hub verilişi yenə də efirdədir. Və bugün bizim qonağımız Rövşən. Yəni mən onu necə təqdim edəcəyimi soruşdum. Dedi ki, sadəcə məni Rövşən olaraq təqdim elə və bugünkü bizim verilişimizin mövzusu bürclərə görə insanların xassiyyətləri. Biz bürclərimizi bilirikmi? Bürclərimizə inanırıqmı? Ümumiyyətlə siz bürclərinizin xassiyyətini daşıyırsınızmı? Bu kimi sualları hər kəs özü-özünə verir. Bəs yaxşı, gəlin bugün bu mövzunu müzakirə eləyək, görək doğrudan da insanlar bürclərinin xassiyyətini daşıyırmı və xassiyyətlərinə görə dəyişirmi? Ümumiyyətlə o bürclərdə deyilən xassiyyətlər insanlara yansıyırmı? Xoş gəlmisiniz. Xoş gördük. Salam, hər vaxtınız xeyir. İzləyicilərimizi də salamlayıram. Belə deyim də, bugün biz müzakirə eləyək bürclərin 12-sinin də xassiyyətini. Başlayarıq Qoç bürcündən ta ki Balıq bürcünə qədər. Həm izləyicilər öz xassiyyətlərini orada əks elətdirərlər, baxarlar, taparlar, həm də izləyicilərə bunu da bir dəqiqə içində izah eləmiş olarıq ki, insanların xassiyyətini tək bir bürc idarə eləmir, Günəş bürcü idarə eləmir. Məsələn, insan doğulan günü hal-hazırda tərəzi bürcündə Günəş var. İnsan bugün doğulursa, onun tərəzi bürcü sayılmır. Sırf üfüqdən bir ulduz ucalır, sırf həmən ulduz həmən insanın birinci xassiyyətini daşıyır, Günəş ikinci xassiyyətini daşıyır. Ona deyirlər, həm Günəş, həm ay, həm yüksələn. Ona deyirlər yüksələn. İnsanlar sırf iki bürcün ikisini də dinləməlidir. Yüksələndə xassiyyətin özündə tapmalıdır. Tərəzinin də yüksələndə və hər bir insanın öz yüksələni olur. Məsəl üçün, tək-tək tutalım ki, xərçəngin ayrıdır zaten. Amma Əhmədin ayrıdır, Məhmədin ayrıdır, Əlinin ayrıdır, Vəlinin ayrıdır. Ya buna əsasən də dinləsələr daha yaxşı olar və hər kəs öz yüksələni bilsə, lap keyfiyyətli olar, bunu da deyim. Bəs yaxşı, bu yüksələni necə bilirlər onlar? O həm doğum saatı ilə hesablanır, həm də ki doğum saatı bilməyənlərə coğrafi xəritə ilə və yaxud da ki matrisa əsnasında çıxarılır. Hansı ki bu insanlar coğrafi xəritəsinə belə deyim də öyrənmiş də olurlar. Yəni doğum saatı vacibdirmi deyə, vacibdir. Amma doğum saatı bilməyənlər üçün də coğrafi və matrisa əsasında çıxardılır. Demək ki, eyni gündə, eyni ildə anadan olan insanların amma fərqli xassiyyətləri ola bilər. Doğulduqları saata və coğrafi ərazilərinə görə. Bəli, tamamilə haqlısınız. O zaman keçək Qoç bürcünə, yoxsa? Keçək Qoçlara. Mən onlara ad qoymuşam da, onlar dəli doludular. Məsələn, həm də qrup söhbəti var. Mən dediyim birinci və ikinci qrup söhbətləri. Əslində, adətən bu kimi şeyləri çalışıram izləyicilərə izah edəyəm. Adətən öz səhifəmdə də bu haqda paylaşıram. Qoçlar, məsələn, subay qoçla evli qoç arasında fərq çox olur. Subay qoç adətən biraz gəzməyi, məsələn, çox eynin açmağı xoşlayır. Amma ailəli qoçla subay qoçun arasında fərq budur ki, ailəli sırf ailəsinə vaxt ayırır. Hətta bütün büdcəsini belə ailəsinə ayırır. Məsələn, çöldə pul xərcləməyi sevər, amma bir miqdar qədər çöldə pul xərcləyər ki, bu mənim ailəmindir. Qazandığı pulu ailəsinə verər. Məsələn, Zeusun da birinci bürcü sayılır, lider qoçdur. Yəni 12 bürcün hansına baxırsan bax, hərəsinin bir məntiqi və mənası var, məsəl üçün. Qoç başdır da, məsəl üçün. Zeusun birinci bürcü və idarəçi. Əsəbidirlər, qəzəblidirlər. Məsələn, bir qoç desin ki, mənə bir stəkan su ver. İstəkanı uzatacaq sana. Sən istəkanı götürməmişdən, nə oldu su başlayacaq. Nə oldu su harda qaldı, belə elə. Tez özündən çıxır, tez əsəbləşir. Amma tez də yumuşalandılar. Məsələn, yalan danışa bilmirlər bu insanlar. Bir qoça zəng vur ki, hardasan? Məsəl üçün deyəcək kimi tək işdəyəm. 5 dəqiqə sonra zəng vur deyir, hardasan? İşdəyəm. 5 dəqiqə sonra zəng vur, hardasan? Danışdığı yalanı unudur. Qoç tək yeganə bürcdür ki, yalan danışa bilmir. Yəni danışır, çox da professional deyil. Yəni 10-15 dəqiqə məsafəsində bu yalan unudulur. Başa düşdünüz? Ona görə mənə görə Qoç liderdir. Mənə görə yox, ümumiyyətcə bu belədir. Zeus əsasında astrologiya elmində Zeus liderdir və onlara gələn bir çox şeylər bütün bürclərə yayılır. Gələk sevgisinə və dostluğuna, dostluqda da yaxşıdırlar, amma qısqancdılar, çox qısqancdılar. Məsələn, Qoçun 80-90% evlənsə, məsələn, kişilər İstəmirlər qadın işləməyini. Deyir, mən özüm əziyyət qazanıram, mən özüm gətirməliyəm. Yəni, qoçda sahiblənmək və sahib çıxmaq var. Liderliyin qorumalıdır, belə deyək. Bəs qadınları? Qadınları da, qoçun qadınları biraz şey olur. Bax, belə bir şey deyim sizə.
60-70% qoçun qadınları kişi kimidirlər. Salam xanım, salam qoqoş, belə. Yəni çox kişi kimi böyüyürlər. Yəni Evlənişləri yəni çoxdur. ona görə bilirsiniz, həm də biraz onlar işləməyi sevirlər, öyrənməyi sevirlər. Oradan öyrənsinlər, buradan öyrənsinlər. Hər işə qaçarlar, hər işi görərlər. Çünki kiməsə möhtac olmasınlar. Qoçdur. O dünsüləri çalışırlar kiməsə möhtac olmasınlar. Ona görə amma qoçun qadınları zərif olurlar. Yəni incəliklərini qoruyurlar. Ona görə deyirsən ki, salam xanım. O da görsən içəridən də səs çıxır, erkək səsi, salam qoqoş. Yəni o da onların əziyyətlərindendir. Yəni qoç deyir ki, mən özüm gedərəm, özüm alaram, özüm edərəm. Heç kimə ehtiyacım yoxdur. Əslində bu xanımlar üçün yaxşı bir hal deyil. Məncə zərifliklərini qorusalar daha yaxşıdır. On belə deyim də, həyat bəzən adamı bu hala gətirir ki, zərifliyi qorumursan. Keçək növbəti. Keçək buğaya, buğa bürcünə. Buğalar bilirsiniz necə bir bürcdür məsəl üçün. O da dominant xarakterli insanlarla. İndi dominant sözünü çox insan bəlkə də başa düşməyəcək. Yəni idarə eləməyi xoşlayandılar buğalar. Buğa qız. Bu iki bürcün burun qoxuları çox həssasdır. Məsələn, buğa deyirlər, hə, buğa yemək, buğa elə. Təbii ki də buğa yemək bişirməyi də çox qəşəng bacarır, yemək yeməyi də çox qəşəng bacarır. Buğanın qoxusu ilə qızın qoxu qabiliyyəti həddindən artıq çox qəşəngdir. Bütün keyfiyyət. Məsələn, 10 il bundan əvvəl kiminsə qoxusunun burnuna gəlsin, qızla buğanın. İkisi də torpaq ünsürüdür. Bir də oğlaq. Bu üçünü aldada bilmirsən. Sıra-sıra gələndə danışacağam onlara da. Məsələn, buğa necə bir özünü sevir. Buğa əsəbləşəndə gedir alış-verişə, buğa əsəbləşəndə özünü atır yeməyə. Ən çox mədə problemi yaşayan bürclərdə buğa olur. Çünki buğada belə bir xassiyyət var. Buğanın qabağına belə bir qabda yemək qoyursan, atır ağzına. Bir dənə ilə heç nə olmayacaq. Bir dənə o başını alada onun hamısını yeyib qutaracaq. Yəni məsəl üçün buğaya deyirsən bunu içmək olmaz, buğa bunu içəcək. O mədəsinə çox da şey eləmir. Stresslərini də alış-verişlə atırlar. Belə baxanda da gözəl sevgi verirlər. Amma onlarda da belə bir şey var ki, buğa deyir ki, məsəl üçün filan yerə getmə, filan şey eləmə, özü onu eləyir. O pis xasiyyətdir belə baxanda. Buğanın da ikinci qrupu var. İkinci qrup buğalar məsəl üçün indi dediyim birdir. İkinci qrup buğalar yəni belə deyim də, dünya ilə əlaqəsi olmayan insanlardılar. Narsist sayılırlar. Özümə eləyim məsəl üçün. Nə pulu varsa özünə xərcləsin, hara gedirsə özünə, nə iş görəcəksə ancaq özü üçün eləyəcək. Yəni digər şəxsi düşünməyəcək və qarşıdakından umacaq. Məsələn, mənə qonaqlığa dəvət eləyin, mən ora dəvət eləyim, məni bura dəvət eləyin. Bir dəfə deməyəcək, qeyd sayacaq. Yəni ikinci qrup buğalar biraz mən uzağam onlardan, amma birinci qrup buğalar tam ruzu bərəkətdir. Buğa bir ailədə buğa varsa, o ailənin pulu kəsilmir. Yəni Allah Taala daim o ailəyə ruzu bərəkət verir. Buğa həm sakitçilikdir, həm də pul deməkdir. Yəni huzur, rahatçılıq. Bu həm kişisinə, həm qadına fərq eləmir. aiddir. Qadına da kişisinə də aiddir, ikisinə də aiddir. Məncə səyahət eləməyi də çox sevirlər onlar. Buğa səyahət eləməyi sevir, amma belə deyim də, buğa biraz tək gəzməyi xoşlayır. Məsələn, tək gəzəndə də adam nə öyrənir? Heç nə çox da şey öyrənə bilmir. Belə deyək. Gedək növbəti bürcə. Hansı ki, Mənim sizin bürcümə. bürcünüz. Mənim bürcümə, əkizlər bürcünə. Kəkizin ortasında bir nəfər deyib niyə tutub? Deməli, əkiz elm sayılır. Yəni zəkadır, elmdir. Məsələn, bizim zəkamıza çata biləcək tək bürc Dolça bürcü qadınlardır. Sırf qadınlar. Məsələn, elm baxımından Zeusun beyni sayılır da, idarəçi beyni. Sağ beyni biz idarə edirik, sol beyni Dolça idarə edir. Olar bir dəqiqə, bax bunu mən demirəm ha. Yəni bunu ümumiyyətlə Rövşən də demir. Ümumiyyətlə astroloji bunu sübut eləyir ki, ən ağıllı bürclər əkizlər bürcləridir. Amma ikinci qrupumuz məntiqsizdir. Məsələn bizim indi onu da izah eləyərəm. Məsələn bax əkiz bunu araşdıra da bilərlər hər hansısa bir platformada. Tək bürcü olur ki, məsələn kainatdan mələk göndərilir qorunmaqdan ötəri. Düzdür, hamının mələyi var, amma əkizin alqışı da qəbul olunur, qarğışı da. Yəni belə 2-3 dənə bürc var ha, sırf. Məsələn, bir əkiz sənə ağız açır ki, mənə bu lazımdır. Ola-ola ona yox deyirsənsə, sən düşəcəksən yox vəziyyətinə. Yəni konkret bir yox durum başlayacaq sənin üçün. Həmin şeydən bir ay, 2 ay yoxluq çəkəcəksən. Ona görə insanların hamısına məsləhət görürəm ki, əkiz nəsə istəyirsə, bir əkiz bürcü
Varıdsa yox deməsin. Desin varımda ehtiyacım var, verə bilmirəm və s. başqa cümlələr qursun. Yoxdur cümləsi zaten adamı bir mənfiyə aparır. Mən əkizi belə izah edirəm ki, əkizlər bir kitabdır. Hə, amma heç kim o kitabı oxumaq istəmir. Amma açır birinci vərəqini, orada yazılıb ki, əkiz iki xasiyyətlidir, bağlayır. Çünki insanlar əkizləri belə tanıyırlar. İki xasiyyətlidir. Məsəl üçün biri bir yerdə eşidib ki, əkiz iki xasiyyətlidir, o həmin davamiyyətlə gedir. Başa düşdünüz? Amma kimin də problemi olur, birinci əkizə qaçır. Kimin problemi olur, dost ətrafında, yoldaş ətrafında və insanlar buna fikir verə bilərlər. Kim sıxılır, birinci əkizi yığır. Çünki əkizdə kin yoxdur. Bugün əkizin həyatından gedirsən, sabah həyatına qaydanda qəbul edəcək səni. Deyə xoş gəlmisən. Küsülü qala bilmir. Amma məsələ budur ki, həmən sənə şeyə verməyəcək. Köhnə, məsəl üçün mən əkizəm. Mən köhnə Rövşən olmayacağam. Hə, Rövşən olacağam, köhnə Rövşən olmayacağam. İkinci qrup əkizlərsə məndən çox, məsəl üçün qaçaram o insanlar, qadınlarla da, kişilərlə də. Bax, məsələn, pul çox sevirlər, pul hərisidirlər, pul belə deyim, pul ölüsüdürlər. Biraz düşük insanlar olurlar. Məsələn, ikinci qrup əkiz özünə çox da belə hörmət qoymur. Başa düşürsüz? Necə hörmət qoymur? Məsələn, şəxsiyyəti ilə zarafat elə, hə, güləcək, başa düşdünüz? Çox ciddi qəbul edə bilmir heç nəyi. Flörtöz olurlar, biraz şorgöz olurlar. Məsələn, çox deyib gülməyi xoşlayan insanlar olduğuna görə hər bir ortam onlar üçün uyğundur. Amma birinci qrup üçün elə deyil. Birinci qrup oturduğu və durduğu yeri bilir, getdiyi və gedə biləcəyi yeri bilir, başa düşdünüz? Bunlar da belə deyim, birinci, ikinci qrup günə aya bölünmür ha. Birinci, ikinci qrup sırf xasiyyətə bölünür. Başa düşdünüz? Tamam, mən may 25-yəm, siz neçəsiniz? İyunun 7-si. Hə, görürsüz aramızda. Amma siz də birinci qrupsuz, mən də birinci qrupam. Bəs bunu nədən bilmək Bu olur? xasiyyət insanla zaten bir gün ünsiyyətdə olanda, 2 gün ünsiyyətdə olanda bilirsən ki, bu nədir. Demək ki, bizim də doğum saatlarımız, o coğrafi doğulduğumuz yerlər təsir eləyib ki, biz belə olmuşuq. Təbii ki də. Məsəl üçün doğulduğun ailə. həm də yüksələn bir çox rol oynayır axı. Burada yüksələn bir xasiyyət də çox rol oynayır. Məsələn, əkizin qadınları 27 yaşdan sonra olğunlaşırlar. 30-dan sonra isə həyatı daha çox dərk eləməyə başlayırlar. 27 yaşa qədər iki fikirli olurlar. Məsələn, 60% belədir. Gedək kədərli bir izə. Mən həmişə deyəndə ki, xərçəng böcəkləri çox kədərlidir, çox belə depressiv haldadılar, məni qınayırlar ki, niyə xərçəng böcəklərini elə deyirsən? Amma əslində mənim xərçəng ətrafımda çox insanlar var. Powerbank yoxdur, məsələn, telefon zərərətgah qoymaqdan ötəri. Xərçəng powerbankdır. Kimin zərərətgaha ehtiyacı varsa, gəlir onun yanına, zərərətgah yığır, çıxır gedir. O özünü istifadəyə açıb, qurban eləyir hamıya. Qurbandır. Deyir ki, hə, gəlin məndən istifadə edin. Pul istəyirsən, verim. Maşın istəyirsən, gəl, açar verim. Ürəyimi istəyirsən, verim. Canımı istəyirsən, onu da verirəm. Sonra nə verim? Paltarımı verim. Ev yox, mən evə paltarsız gedərəm, problem yoxdur. O özünü o şəraiti yaradır insanlara qarşı. Amma saman atdan da su yerdən xərçənglər var. Analizlərə əsasən, dünya astrologiya analizlərinə əsasən, dünyanın ən çox yalan danışan bürcü xərçəngdir. Özdə elə yalan danışırlar ki, yəni adam öz yalanına inanır, başa düşürsən, gözündən belə-belə yaşlar gəlir. Yəni xərçənglər bir baxımdan da sevgi xərçəngdir, məhəbbət tərəzidir. Sevgi insanıdırlar, anacdılar, qoruyandılar. Məsələn, xərçəng gözəl qayğı verir. Xərçəng kişiləri ilə qadınlar arasında bir dənə fərq var. Kişiləri anaya həddindən artıq çox bağlı olur. Həddindən artıq. Ailəli olsa belə, məsəl üçün, ana ilə çox tez-tez məsləhətləşir, qadınla yox. Qadınları isə sırf özü, məsəl üçün, aralarında bir dənə məsafə budur. Belə də xərçəng ünsiyyət qurmağa və yaxud da dostluğa yarayan bürcdür. Məsəl üçün, astrologiya, mitologiyasında da sevilən, sevgi tərəfindən idarə olunan bir bürc sayıldığına görə çox gözəl insanlara yanaşmağı var. Çox gözəl. Sadəcə bilirsiniz nədir? Poddeşka lazımdır bir xərçəngə. Məsələn, xərçəng bunu eləyir, eləmə, bu sənin ziyanıvadır demək lazımdır. Xərçəngə de ki, sən bunu bacararsan, hər şeyi bacarar. İnam lazımdır. O qədər insanlar üçün əlləşir, vuruşur, çalışır, özünü unudur və ona özünü xatırlatmaq lazımdır.
Əslində belə baxsaq, yaxşı bölüşdür. Yaxşıdır təbii ki də. Vəfalı Sevgi də olurlar, amma olurdu. dostluqda da çox Sevgi də vəfalı olurdu. olurlar. Xərçəng indi yalan hamısı danışmır ki. Yəni 40-50%, 60% danışır yalan təbii ki də. Bütün insanların hamısı danışır. İndi professional olsalar da yenə də 40-50% danışır. Amma xərçəng yol çıxılacaq büzdürmü? Təbii ki də. Canını həvalə edərsənmi? Eləyərsən. Yoldaşlığa yoldaşdır. Gözəl sevmə qabiliyyətləri, qoruma qabiliyyətləri olur. Yəni mükəmməl insanlardılar, amma onların da ən ciddi problemi mədələri olur. Məsələn, xərçəng hər yeməyi yeyə bilmir. Sırf yeganə büzdür ki, yemək problemi yaşayan, hər yeməyi yeyə bilmədiyinə görə. Bəli, bəli. Sonra Gedək gəlir növbəti bir. Şir. Özlərin kral sayırlar. Kral. İndi məsələn hardasa deyirsən şir deyir. Dünyanın mərkəzini idarə edir şir. Kimin yanında bir şir deyirsən, şir bürcü, məsəl üçün şir bürcüyəm. Egoistsiz. Yəni bu cümlə yorucu cümlə olub. Hamı bilir. Məsələn, video çəkirlər bürclər haqqında. Şir egoistdir. Bunu bilirik. Başqa bir cümlə qurun şir haqqında. Məsələn, şir dominantdır, alfa sayılır. Qoçdan sonra Zeusun ikinci bürcü sayılır. Əslində dominantlıqda, yəni qoçun vuran əli sayılır. Mərhəmət eləmir. Mən şirləri yerazlara oxşadıram. Hə, məsələn, ruçkanı mənə verin, zəhmət olmasın. Buyurun. Şir ruçkanı belə eləyəcək, yerazlar da belə eləyəcək, şir ruçkanı bir dənə belə eləyəcək. Bu buradan çıxır. 7 manat elə budur. 50 qəpiyə alıb bunu. Bunu elə tərifləyəcək. Bu ruçkanı belə qoyacaq qabağınıza, məcbur olub onu 30 manata alacaqsınız. Şir daşdan da pul çıxardar. Mənim şir tərəfimdə Düzdür, var. Azərbaycan hər bölgəsi belə deyim, işləyən zonadır. Amma yəni yerazların da şeyi var da, satış qabiliyyəti. Qərb Azərbaycanlılar deyək də. Qərib Azərbaycanlılar, yəni onların da satış qabiliyyəti. Mən şirləri onlara oxşadıram. Yəni şir ömür boyu pulsuz qalmaz. Yəni şirin ən azı cibində bir 5 manat, 10 manat. Yoxdan 5 manat, 10 manat. Çünki işləmə qabiliyyəti güclüdür. Həmişə hər ortama girməyə çalışar. Düzdür, ortam ona aid olmasa da, baxım görüm burada nə var. Məsələn, bonkördür. Yəni korluq vermir pul baxımından ki, məsələn, başqa bir masaya belə jest eləməyə bacara bilər, dostlarına jest eləməyə bacara bilər. Kimdənsə nəsə ummasın deyənə həmişə öz postunu qoruyur. Məsələn, şir birini əldə etmək istəyir. Onu əldə etməkdən ötəri hər şeyi fəda edir. Hə, amma belə bir məsələ də var. Tutalım bu suyu mən saatlarla əldə etmək istəyirəm. Əldə elədim, bir dənə belə eləyəcəm. Səpəcəm yerə. Şirdə də belə bir xassiyyət var. Yəni səni əldə etməkdən ötəri Sabalan dağlarını yerindən tərpədər, səni əldə eləyər, amma ani bir anda da buraxar səni həmin dəqiqə. Gözündən düşə bilərsən. Hə, yəni sırf birini əldə etmək istəsin, əldə eləyəcək. Yəni belə hər şeyini fəda verəcək də, yəni onu əldə etmək. Milyonu da varsa, milyonunu da xərcləyəcək ki, onu əldə edeyim. Şir də belə deyim, çox sevgi qabiliyyəti güclü olan bürclərdən biridir. O da şeyi xoşlayır, məsəl üçün sadiq qalmağı xoşlayan bürcdür. Şir deyir ki, sadiq qalın. Necə sadiq qalmağı xoşlayandır? Şir biri ilə kifayətlənəndir. O ona görə egoistdir ki, qoy kənardan mənə baxıb həsrət aparsınlar. Yəni şir egoistdir. Bu cümlə ilə şir bitmir əzizim. Bir insanı sevə bilərsən, vurula bilərsən, aşiq ola bilərsən. Birinci onun egosunu sevməlisən. Ego. Birinci egodur. Ona görə insanlara şiri doğru düzgün heç vaxt tanıtmırlar. Şir egoistdir, belədir, elədir. Xeyr, dostluqda ən möhtəşəm bürclər. Prosta dostluğu onunla bazarasan da gərək. Yəni heç vaxt səndən heç nə ummayacaq, gözləməyəcək, heç vaxt ağız açmayacaq. Zərbə vursan yenə də bağışlaya biləcəksən bürc. Dostluqda zərbə vursan. Yəni ona görə mən şirlərlə zaten mənim xasiyyətim də şirdir. Şirlərlə çox gözəl dostluğum da var, yoldaşlığım da var. Yəni bəyəndiyim bürclər arasında şirlər həmişə olub. Mənim yüksələnim şirdir. Özüm əkizlər yüksələnim şir. Keçək. Növbəti bürc qız bürcü. Qız. Bəli, qız bürcündən sonra fasilə verərik. Yaxşı. Qızlar da, qız bilirsiniz, detektiv filmlərinin başlıq qəhrəmanı qızlardır. Məsələn, qız məsələn suyu qoymusan qabağına. Suyu hardan gətirmisən? Hardan doldurmusunuz? Hardan gəlir o su?
Burdan gəlir. O tərəfdən gəlir. İstəkan hardan almısınız? Kim tərəfindən? Neçə dəfə yumusunuz? Hər şeyi araşdıracaq. Hər şeyi araşdıracaq. Yəni qız araşdırmaq üzrə professional. Həyatında onun bir insan varsa, məktəbinə qədər araşdırar. Bağçaya qədər, bir yaşında nə geyinib. Yəni əgər bir takıntı varsa onda bunu eləyəcək. Məsələn, arxa pərdədə filan yer əyri qalıbsa, onun ürəyi partlayacaq. Dəqiqə başı baxacaq ki, mən düzəldim onu, düz qoş eləyim, nəsə hərəkət elətdirim orada. Amma qızlar gözəl sevirlər. Sadəcə qızların biraz deyinməyi var. Məsəl üçün bir qıza yığdın ki, həyatım mən gedirəm şəhərə. Tutalım ki, sənə deyəcək telefonda get. Buyur, yaxşı yox. Gedib şəhərə çatıb onu yığacaqsan ki, mən həyatım şəhərdəyəm uşaqlarla. Sən məni qoydun, getdin, məndən gedə bilməzdin, məndən gəzərdin. Hadi sən dedin də get. Sən dedin ki, get gəz, mən də gəldim. Bax, belə şeyləri var. Adama 5 dəqiqə rahatçılıq verirlər, 5 dəqiqə sonra elə bir cümlə qururlar ki, o rahatçılıq sənin burnundan sellə gəlir. Amma gözəldilər, ürəkləri gözəldir qızların, könlü gözəldir. Məsələn, qızların da ikinci qrupu var, birinci qrupu var. Qızlar çox sadiq qalmağı sevən insanlardılar. Amma qızların ən belə sevmədiyim xasiyyəti nədir? Keçmişinə aşiq olur, gələcəyinə baxa bilmir. Qız ömrü boyu keçmişdə ilişib qalan bir bürc olur. Yəni keçmişdən çox çıxa bilmir. Qızın həyatına zərbə vuran insan, qızın ürəyini sındıran insan ömür boyu onun həyatından çıxmır. Elə ona aşiq qalır, elə ona aşiq qalır. Bir travma yaşasın keçmişdə, ancaq ona aşiq. Bir dənə sevmədiyim xasiyyətləri budur. Məsələn, onu ki, unuda bilsələr keçmişi, ondan ki, ayrıla bilsələr, onlar məsələn gələcəklərin elə praktiki qurarlar, elə işlər görərlər. Yəni qızlar sadəcə keçmişindən asılı. Yəni orada boğulub qalan insanlardılar. Yəni dənizin ortasına düşürlər okeana, nə gəmi gəlir, nə bir şey gəlir, heç nə. Üzürlər çıxacaq bir yerdə tapmırlar. Amma əslində o birdən də belə bir şey var. Bir insan düşür dənizə, Allah Taala mənə yardım elə. Balaca bir gəmi gəlir. Bu deyir ki, yox, başqa gəmi gözləyirəm. Balaca bir dənə də gəmi gəlir. Bu deyir, yox, mən başqa gəmi göndərirəm. Allah Taala demişəm göndərəcək. Axırıncı gəmi balaca gəmidir. Yəni də bu deyir ki, yox, yenə mən başqa gəmi gözləyirəm. Burada axılıb boğulur, ölür. Allah Taala'ya sual verir ki, mən səndən kömək istədim. Deyir, mən sənə 3 dənə balaca gəmi göndərdim. Sən bəyənmədin, böyük gəmi seçmək istədin. Ona görə boğuldun. Ona görə nə qədər hara qədər üzür üstün, əgər ki bir yerə gedib çıxa bilmirsə, qız elə o bataqlıqda da qalacaq. Bir adaya da çıxa bilməyəcək. Birinci keçmişdi onlarda. Keçmişlərini unutmadılar ki, gələcəyə baxa bilsinlər. Bəs onların da bir xassiyyətləri var ki, ancaq istəyirlər ki, öz dediklərini desinlər. Qızı idarə eləməyin yolu budur. Mən deyim sizə. Gedirsən şəhərə. Şəkil çəkirsən, bir dənə atırsan ki, mən şəhərdəyəm. Gedirsən filan yerə, şəkil çəkirsən ki, mən filan yerdəyəm. Ona bu şəkili atırsan, o elə bilir ki, səni idarə edir. Amma sən onu idarə edirsən. Bunu da mən sizə tiy olaraq verim. Başa düşdünüz? Qıza görsək ki, ona sadiqsən və onun istədiyini verirsən. Amma əslində onu sən idarə edirsən. Oturub evdə sənin şəkillərinə baxır. Hara gedəndə səni deyir. Çünki o səndən görür bunu. Какой привет, такой ответ, amma sən idarə edirsən də münasibəti. Məsəl üçün. Belə. Bu çox qəşəng tiyo idi. İndi keçək tərəzilərə. Məhəbbətin rəmzi. Tərəzi. Mən çox istəyirəm bir tərəzi müdürüm olsun. Tərəzidir, oğlaqdır. Qəşəng müdür olur bunlardan. Orda. Haqq yemirlər də, haqq kəsmirlər heç vaxt. Məsələn, tərəzi haqq ədalət bürcü sayılır. Bir tərəfdən də tərəzi belə deyim, məhəbbətin rəmzidir. Gözəl sevgi qabiliyyətləri olur. Məsələn, tərəzi bəlkə deyərdim yeganə bürcdür ki, hamı ilə dil tapmağı bacarır. Hamı ilə yola getməyi bacarır. Məsələn, insanlara soruşsaq, 90% insanlar tərəzidən narazılıq eləməz. Eləyərik 10% o da hansı ikinci qrup tərəziyə rast gələnlər. Amma məsələn, dünya üzrə tərəzidən narazı qalacaq bəlkə tək-tük insanlar olar. Yerin biləndir, oturuşunu biləndir, duruşunu biləndir. Məsələn, arxadakı pərdəni ver tərəziyə. Özü üçün bir dənə paltar tikəcək, klass. Yəni hamı ilə dəbl geyməyi xoşlamaz. Ayrı geyinsin, adi geyinsin, amma elə geyinəcək ki, bir dənə aksesuar zat da, 2 dənə, 3 dənə qolbaqdan, zatdan, saatdan. Sual verəcəksən, bu hardan almısan? Gözəl daşıma qabiliyyətləri olur, paltarı, göstərmə qabiliyyəti, amma tez də göz nəzərə gələn bürcdür. Məsələn, bir tərəfdən bu insanların sevgisi də gözəl olur. Aşiq olanda, sevəndə çox şirin qısqanclıqları var onların.
Şirin-şirin. Məsələn, söz deməyə çəkinirlər, qorxurlar, xətrivə dəyər deyənə. Sən falan yerdə niyə falan şey elədin? Qısqanclıq əsnasında elə şirin deyir ki, sən o ikinci səfər o səhv eləmək istəmirsən da, başa düşdün. Qızların əksinə olaraq. Aysa qız elə deyir, adam həyatdan nifrət edir. Amma tərəzi elə deyir ki, sən özünə deyirsən ki, mən gərək onu eləməzdim. Gör mən necə dedim, hə. Tərəzi onlar da ruzu bərəkətlidirlər, elmli olurlar, zəkalı olurlar məsələn. Amma tərəzidə həmişə sanki bir dənə bir şey çatışmır. Xoşbəxtçilikmi onların həyatında hər hansısa bir yanlarında bir sevgisizlik olur. Nədənsə qısıtlı qalırlar. Ya sevgidənmi, ya qayğıdanmı, ya diqqətdənmi? Bu uşaqlıq yaşlarından başlayır sanki onlarda. Yəni hər zaman onu axtarırlar və onu tapdığı insana da özünü həvalə edir. Amma bir tərəfdən də şorgözdürlər. İkinci qrupları çox flörtöz olurlar tərəzilər. Məsələn, dəhşət tərəzi oturduğu anda məsələn biri belə keçsin, qəşəngdir. Biri belə, bu da qəşəngdir. Biri getdi, o da qəşəngdir. Gözəllik aşiqidlər də. Özdə insan xoşlayır yanında ya, yəni görkəmli, zətli və səliqəli. Amma tərəzini əldə eləməyin bir dənə yolu var. Onun qabağında çox ağıllı olmalısan, zəkalı olmalısan. Danışıq qabiliyyəti yox yəni. Ağıla çox üstünlük verən insanlardılar. Görkəminlə ağlın bir-birini tutursa, yəni tərəzi üçün 10-10san da, yəni 100% həyatına səni qəbul edəcək. Hə. Amma dostluqlarında gələndə də çox möhtəşəm dostluqları var. Tərəzi haqq yeməyi xoşlamır, ədalətsizliyi xoşlamır. Tərəzi daşıma qabiliyyəti olaraq çox qəşəng ailə daşıya bilir, insan daşıya bilir, övlad daşıya bilir. Tərəzilərdən oturum, ümumiyyətcə bütün bizlərdən saatlarla danışaram. Amma məncə bu qədər qısıtlama daha yaxşıdır. Çünki bu birinci bizim qeybətimiz sayılır. Gələn qeybətlərdə daha çox danışarıq. İndi müsbət yanların yavaş çox deyək, gələn səfər mənfi yanların çox deyərik ki. Hə, birinci müsbətdən başlayaq. Birinci müsbətdən, sonra mənfidən. İnsanları gəlib birinci müsbətə öyrəşdirəsən ki, o uşaqları peyvəndi vurmamışdan şirinlik eləyib, sonra peyvəndi vururlar. Ona görə birinci şirinlik eləyək, sonra başlayarıq mənfi yanlarından danışmağa. Və gedək əqrəbə. Əqrəb bircə suyun sürüləri, balıq da əqrəbdir, xərçəngdir. Bunlar biraz kinli olurlar, bəli. Amma içlərində ən kinlisi net əqrəbdir. Yəni bir əqrəbə elədiyin pisliyi əmanət kimi saxlayır ki, vaxtı gələndə sənə geri qaytarsın. Dəqiq. 100%. Həmin dəqiqə eləmir. Baba. Belə illər keçsə, aylar keçsə o unutmayacaq. Elə bir dənə məqam, elə bir dənə situasiya gələcək. Onda bir dənə belə baxacaqsan ki, vay, mən nəyə erişmişdim? Hə. Geriyə də qayıdıb səhvi düzəldə bilmirsən axı. Mən bir də orada səhvimi düzəldim, gəlib xeyr. Hə. Həmin anda hiss edirsən ki, əqrəb bürcünün qisası alındı. Yəni adamın həyatına ildırım kimi girirlər, bir dənə iz buraxırlar, qara ləkə buraxıb çıxırlar. Yəni əqrəbin də gözəl sevgisi olur, amma əqrəblərdə belə bir şey var ki, əqrəb də egoist şir qədər. Əqrəb göstərişi də çox sevir. O Lori dildə bir söz var, şənbazlıq. Göstərişi çox sevir əqrəb. Məsələn, qızıla çox meyl eləyəndir, səliqəli geyinsin, bahalı geyinsin və yaxud da ki, əqrəbin daşıma qabiliyyəti də qəşəngdir. Məsələn, əqrəb bürclərinin içində ən şəffətli, duyğuları güclü olan bürc bir buğadır, bir də əqrəbdir. Yəni möhtəşəm hissləri olur, sevgisi olur. Məsələn, əqrəb də sadiq qalmağı sevən bürcdür. Amma əqrəb bar verən bir budaqdır. Bütün nəslə, qohuma, kökə, əqrəbaya, hamıya kömək eləsin. Hamıya. Məsələn, borca pul versin, istəməz. Yanında ol, əlində pulsa, yenə deməz ki, mənim pulumu nə vaxt verəcəksən. O eləyir yaxşılığı, sən o yaxşılığı itirdinsə daha eləmir. Dediyin vaxt, əqrəbə dedin ki, saat 8-ə 5 dəqiqə qalmış. Ordayam, orada olmalısan. 4 dəqiqə qaldısa, 30 saniyə keçsə, oradan get. Yəni, oğlaq da belədir, əqrəb də belədir. Sən pulu aldın, falan gün verəcəm, net bir şəkildə olmalısan ondan. Amma kömək eləyəndirlər, yardım eləyər. Keçmişini unutmayan əqrəb olur. Yəni mən hardan gəlmişəm bura, onu unutmur. Yəni çünki birdən Allah Taala elə bir şərait yaradır, dala qaydanda hamıya salam verməyi üzüm olsun. Ona görə. Və növbədə gedək o xatanlara, heç kimi bəyənməyənlərə. Onlar da biraz narsistdirlər, məsəl üçün. Buğa qədər onlar da narsistdir. O xatan gözəl dostdur,
ox atan əylənməyi sevəndir, deyib gülməyi sevəndir. Məsələn, qapıdan girsin bir dənə ox atan bu da keçər. O ox atanlar hamı ilə dil tapacaqlar. Hamı ilə gülə-gülə özünü sevdirməyə bacaran bir bürcdür. Amma ox atan azadçılığına bağlı olduğuna görə daima itirən tərəf olur. Məsələn, bir insanla maraqlanarsan da, salam əzizim, necəsən, hardasan, nə edirsən, yemək yemirsən. Ox atan deyir ki, mənə niyə deyirsən hardasan? Mənə niyə deyirsən yemək yemirsən? Mən özüm yeyə bilmirəm. Mənə niyə deyirsən hardasan? Bundan əvvəl sən var idin. İndi mən varam da, ona görə soruşuram ki, hardasan, rəhmətli nəvəsi? Ox atanlar bu azadlıqlarına görə həmişə itirirlər. Əylənməyi sevəndilər, oxumağı sevəndilər. Ox atan həftədə bir dənə bir şey kəşf eləməsə yaşaya bilməz. Hələ bəziləri bir gündən bir dənə şey kəşf eləməsə. Elm baxımından zəkalıdırlar. Sehrli çubuqdular belə baxanda. Həm də əkizlər ox atanların ikinci ruhudur. Bunu da deyim, hə. Məsəl üçün ox atanda belə bir xasiyyət də var ki, ox atanla əkizə heç ki düşmür. Məsəl üçün ox atan əkiz əgər bundan artıq içirsənsə, qədərindən artıq ruzu bərəkətini qaçırdır. Səhər içdiyinə görə peşman olur. Məsələn, Luboy ox atanla əkiz bunu yoxlasın. Qədərindən artıq içsin, səhər ona görə durub peşman olacaq. Yəni, ya bir səhv addım eləyəcək. Kövrəkdir ox atan. Çox kövrəkdir məsələn. Deyir ki, qəlb qırmağı xoşlayır bəzən, amma onu sonra peşmançılığında yaşayır. Yəni, ox atan zəkalıdır, elmlidir, disiplinlidir, amma bir çox şeylərdə səhlənkarlıqları itirir. Səhlənkarlıqlar da var. Bəs xəssislikləri necə kişilərdə? Xəssislik deməyək, narsistlik bayaq ona görə dedim ki, ox atan çox şeyi öz-özünə eləməyi xoşlayır. Məsələn, cibində 3000 pul var, 2500-ün özünə xərcləyəcək, 500-ün dostlarına xərcləyəcək, 2000-in yox. Məsəl üçün 60% belədir, 70%. Ancaq özü üçün, ancaq özü üçün, ancaq özü üçün. Yəni ona görə səhlənkar deyirəm buna. Gedirik varatnikli köynəklərə. Oğlaqlara. Oğlaqlara. Niyə varatnikli köynəklər? Evdə ütünü, köynəyi ütüləyirsən varatnika, bir dənə qəşəng atırsan. Onu asırsan veşilqadan. Varatnikli köynək dimdik yanır. Səliqəli də, disiplinli. Mən onlara elə disiplindirlər. Bu insanlar disiplin xəstəsidir. Yəni hər bir işdə ona görə deyirəm ki, tərəzi ilə oğlaq bir müdürüm olsun. Disiplin. Mən də disiplinlə işləməyi sevən bir insanam. Disiplinlidirlər. Hər bir işin, məsələn, günün qrafikin bir həftənin qrafikin həftənin birinci gündən başlayır və evdə davam edir. Qrafikdən çıxmaq çox da xoşlamır. Dəqiq və net olurlar. Ordayamsa ordayam, gələ bilməyəcəmsə gələ bilməyəcəm. Uzatmağı xoşlamır. Məsələn, oğlaq astrologiya elmində ana sayılır da, ana, qayğı verən. Amma indi pis yanları da var, gəlirəm ora. Qayğı verən, mənimsəyən, qucaqlayan, yəni möhtəşəm də, səni unutmaz. Danışmasan, küsülü qalsan belə səndən maraqlanar. Hər bir halında yanında olar. Möhtəşəmin möhtəşəmi də oğlaq. Yəni ona görə boynumda da taxıram oğlağı, mamamda. Amma pis yanları da, 2-3 dənə pis yanları var. Məsələn, çox qısqanc olurlar. Yəni oğlağın belə bir qısqanclığı var ki, ömürdən ömür aparır. 60 il yaşayacaqsansa, bir həftəlik flörtündən 10 il gedir, qalır 50. İkinci həftədən 10 il gedir, qalır 40. Yəni qısqanclığı, onlarda inamsızlıq olur insanlara qarşı. Bir dəfə inamsız davrandısa sənə qarşı, bu münasibət belə də gedəcək. Oğlağa gərək hər şeyə inandırasan və ona düz olasan. Oğlağa. Bir də bir dənə də pis xasiyyət. Məsələn, oğlağın ürəyi getdi, ona validolid lazım deyil. Cibindən bir dənə yüzlük çıxardıb burununa yaxınlaşdırıb ayılacaq, özünə gələcək. Oğlağın pulu olmayanda xəstələnir. Qızdırma, baş ağrı, nə bilim, oğlağın pulu olmayanda özünü yaxşı hiss eləmir. Hə, çox belə deyim də, stres yaşayır pulsuzluq halında. Ən mənfi xasiyyətləri də bu iki dənə xasiyyət, bir qısqanclıq da, bir pulsuzluq. Məndə oğlaqdan da nəsə var idi. Onlar bəlkə də hansı evində olar. Hə, onu çünki baxıb araşdırmışdım, orada görmüşdüm ki, məndə oğlaqdan da var. Gedək bizim axırıncı hava ünsürü, məsələn, dolçalar. O da bizim qədər havadır ha. Havalıdır. Havadır, o da hava. Havalıdır. Dolça oğlaqla dolça yanbayan olduğuna görə dul qalmağı sevirlər. Məsələn, deyir pulum var, mən heç kim lazım deyil. Dolça belə bir adamdır ki, məsələn,
Dolça mənim tutalım ki, bir qadın dostum var. Evləndi, getdi. Mən elə bir problemə düşürəm ki, pul lazım olur. Yığıram bunu ki, mənim pula ehtiyacım var. O yoldaşına deyəcək ki, Rövşənin pula ehtiyacı var. O pulu sənə gecə ilə tapıb gətirəcək hardasa olsa. Yəni Dolça həmişə insanların yanında olmağı xoşlayır. Amma belə bir dənə də yanları var ki, onların ani bir anda yoxa çıxarlar. Ani bir anda, yəni tapa bilmir, izini də tapa bilməsən, tozun da nömrə yoxdur, zəng çatmır. Sabah özü istədi görsən necəsən, istəmədi yox. Dolçanın da sevgisi qəşəng olur, qəşəng. Yəni məsələn, həyatı praktikaları güclü olur, beyinləri çox tez inkişaf edir, yaxşı inkişaf edir, geyim qabiliyyəti yaxşı olur Dolçanın. Hava ünsürü olduğuna görə çox belə deyim, əylənməyi sevəndir. Belə yəni iş öz yerində, əyləncə öz yerindədir onda. Disiplini də işdə çox qəşəng işləmə qabiliyyətləri də olur. Əkizlər kimi də baş girmədiyi yerə bədənini salır ki, görüm orada nə var, nə yox. Hər şeydən də başları çıxır. Elektrik, xaladenik ustası, kondisioner. Məsəl üçün menecer işləyir, amma gələcək sənin paltar yanğı düzəldəcək, ütü düzəldəcək. Hər şeydən başları çıxır onların da. Dolçalar bu həyatda praktikalı insanlardılar, amma Dolçanın mənfi yanı da budur ki, o da həyatında ona zərbə vuran insanlara çox yer ayırır. Hə, Dolçanın da pis xasiyyəti budur. Kiməsə görə problem yaşayıbsa, o insana çox yön verir həyatında. Bu yaxşı bir şey deyil, belə deyərdim. Gəlirik sonuncu bircə. Balıqlara. Balıqlara. Balıqlar, diqqətlə dinləyin bizi. İşarəsi var, belə gələn və bir də belə. Aha. O üçüncü gözdür. Ha. Onların yəni hissiyatları o qədər güclüdür. Hissiyatları əqrəbdən güclüdür. Məsələn, balığın özünü, gücünü hiss eləmə qabiliyyəti olsa, məsələn, hər şeyi idarə edə bilər, çaşqaya baxa-baxa, gözü ilə, əlini tərpətmədən. Onlar bilmirlər sadəcə. Onların üçüncü gözləri hiss eləmə qabiliyyətləri, yuxuda görmə qabiliyyətləri və yaxud da ki, bir çox şeyləri həddən artıq tez hiss eləməkləri. Yəni bu onların ən güclü keyfiyyət yönləridir. Balıq da gözəl sevir, amma balığın 40-50% elədiyi şeyi başa vuran olur. Məsələn, dilə gətirməyi çox sevirlər. Bunu deyim. Amma balıq gözəl sevir, mənimsəyir, balıq möhtəşəm sevgi verir deyərdim. Məsələn, insanların həyatına önəmli nöqtədə toxunan insanlar balıqlar olur. Yəni insanların həyatına. Çünki balıq sənə bir şey deyirsə elə. O onu hiss eləməyib, o Allah Taala tərəfindən sənə göndərilib, başa düşdün? Yəni o içindən gəlmir, sənə deyir ki, bunu belə elə. Xeyr, o ani bir anda gəldi ona, sənə deyir ki, "Vəsə dur get, sabah sivə ver." Onu eləməlisən. Hə, bu köynəyi geyinmə, başqa köynəyi geyin. Onu eləməlisən. O bunu hiss edir. Balıq insan həyatına çox toxunur və insan həyatında da yaxşı iz buraxır. Balıqlar ümumiyyətlə kimin həyatına toxunursa, o insan o yolda gedə biləcəyi, çörək tapa biləcəyi çox şey olur. Sadəcə balıq bürcündə belə bir xüsusiyyət var ki, məsəl üçün necə izah edeyim bunu? Mənimsədikləri insanlar həmişə biraz onlara məsafə saxlayır. Məsələn, birinin həyatına toxundusa, o qabağa gedir, balığı unudur. Başa düşdün? Hə, ona görə bu da dilinə gətirməlidir də, başa vurmalıdır. Deməlidir ki, Əhməd yadva gəlir, vaxt var idi, mən sənə deyirdim bunu belə elə. Ona görə ən mənfi yanları budur. Dilə gətirməkləri, o içlərindən gəlir, saxlaya bilmirlər onu ki, vaxt var idi, mən belə edirdim sənin üçün. Bu nədir? Bu nə hərəkətdir? Balığı sevirəm. 12-ci bürc olduqlarına görə hamıdan güc yığırlar. Üçüncü gözləri daima aktiv olur. Yuxuda belə hər şeyi hiss edə bilərlər. Bunu da vurğulayım. Sevgi qabiliyyətləri çox qəşəngdir, möhtəşəmdir. Yəni balıq eyni anda hamıya sevgi verməyi xoşlamır, sadiq qalmağı xoşlayır. Amma bir insanı da gördülər, bəyəndilərsə, yəni bizim bir sözümüz var, qırsaq qız. Yapışırlar ki, mən səni sevirəm. Çox sevgi də olurlar. Atfal alsan, belə itələdinən ki, istəmirəm səni, yox, mən səni sevirəm. Biraz həssas sevgi də olurlar da həm də. Ona görə birində ilişib qalırlar. Yəni o da yaxşı bir şey deyil belə baxanda. Özlərinə ziyan edirlər, özlərinə zərbə vururlar. Yəni keyfiyyətli insanlardılar, amma keyfiyyətsizliyi kənardan alırlar. Çox qəşəng sözdür. Keyfiyyətli insanlardır, amma keyfiyyətsizliyi kənardan alırlar. İmza Rövşən. Oxşamayıblar əkizlərə bir şey. İmza Rövşən tək. Rövşən tək. Artıq sizə bir ləqəb də qoyduq burada. Rövşən tək.
Çox sağ olun Rövşən. Çox təşəkkür Xoşdur. edirəm. Xoşdur. Ümid edirəm ki, bizi dinləyənlər həm xanımlar, həm bəylər, indi əsasən xanımlar daha çox sevirlər belə mövzuları, amma indi zaman elə gətirib ki, hər kəs bu bürclərdir, xasiyyətlərdir, nə bilim rituallardır, meditasiyalardır, manifestlərdir. Bunlara artıq çox önəmli yerlər verməyə başlamışıq. Ümid edirəm ki, bu xasiyyətlərdən sonra bizim gələcək verilişlərimizdə də daha başqa mövzulara toxunarıq. Təbii ki də, inşallah. Onlar üçün indi görək istəklər nədir? Biz xahiş eləyərik ki, onlar öz istəklərini də bizə orada YouTube kanalında artıq şərh olaraq yazsınlar. Biz aşağıda həm Instagram səhifələrini, həm YouTube səhifələrini də qeyd eləyəcəyik. Həm Rövşənin, həm də bizim Adalya platformasının, Adalya Medianın Instagram səhifəsində qeyd eləyəcəyik. Siz oradan da girib qısa-qısa məlumatları əldə edə bilərsiniz. Bəli. Çox sağ olun Rövşən, çox təşəkkür edirəm. Buyurun, xoşdur. Ümid edirəm ki, izləyicilərimiz üçün də çox xoş oldu. Minnətdaram. Sağ olun. Gələn görüşlərə qədər.